Universitetə qəbul olmazına və inandığımız, amma əslində heç reallığı olmayan şeylər nələrdir? Birinci olaraq, universitetə gələndə dərs oxumayacağıq, ancaq dərs abituriyentlikdə qalır, universitet çox rahat olacaq. Belə bir şey yoxdur. Universitetə girəndə görəcəksiniz. Hətta universitetə girəndə ən az dil imtahanı hazırlaşır qədər dərs olacaq. Hətta bəlkə ondan da çox. Çünki semestr imtahanları, gündəlik seminar qiymətləri, daha sonra kollekvumlar, təbii hətta ki, elə bir müəllimə də düşə bilərsiniz ki, o müəllim tələbə ilə prinsip aparan müəllim olsun. Çünki universitetdə elə müəllimlər var, ən az məktəbə qədər prinsipal müəllimlər yəni. Və daha sonra ikinci maddəmizə gəlirik. Dərsdən çıxandan sonra ancaq gəzəcəm. Bir gün Targoviyə gedəcəm, bir gün yeni bulvarı gəzəcəm, bir gün ora gedəcəm, bura gedəcəm falan. Elə bir şey yoxdur. Çünki müəyyən bir saat var. Həmin saat keçəndən sonra elə bir tıxacı olur ki, evinizə 2 saata, 2 saat yarım, hətta 3 saata gəlib çatırsınız və bu da inanın ən yorucu şeylərdən biri tıxacda qalmaqdır. Yəni 3 saat piyada yerim yorulmaram, amma o tıxac insanı o qədər yorur ki. Və üçüncü olaraq da ki, bəs universitetə gedəndə belə oradakı hamı olğun insanlar olur, hamı özünü yetişdirmiş belə yetişkin insanlar olur, amma elə bir şey deyil. Məsələn, bizim universitetdə mən görmüşəm, o qədər yəni belə uşaq kimi aparırlar özlərini, hətta məktəbdəkilərdən betərdir deyə bilərəm. Yəni ən balaca şeylər üstündə davalar, qiymət üstündə xüsusilə davalar olur. Yəni qrup yoldaşlarına qarşı hörmətsizlik yəni insanlar həqiqətən çox olur. Buna əlavə məsələn biz bir dərsə girib, bizdən və bir qrup girib həmin otağa. Oraya girir ki, zibil qabı daşıb, zibillər yerə tökülüb falan, vecizlərində də olmayıb. Yəni elə də atıb gediblər. Partanın altı, görürsünüz ki, sizdən gələn qrup partanın altı bütün saqqız. Bu demək o qədər iyrəncdir ki, amma biz indiyə kimi artıq birinci kursun ikinci semestrindayıq və hansı otaqda dərs keçmişiksə hər gün yəni hamısından saqqız olub. Yəni o qədər mədəni uşaqlar oxuyur ki, universitetdə həqiqətən.